Avropa İttifaqına üzv ölkələr arasında aylıq hesablanmış minimum əmək haqqı kəskin fərqlənir. Yenavaz.com Avrostatın son məlumatlarına istinadən xəbər verir ki, 2026-cı il üçün göstəricilərə görə minimum əmək haqqı Bolqarıstanda 620 avro olduğu halda Lüksemburqda 2704 avroya çatır. Minimum əmək haqqı 5 Avropa ölkəsində 2000 avrodan yüksəkdir. Bu ölkələrə Lüksemburq, İrlandiya, Almaniya, Niderland və Belçika daxildir. Digər tərəfdə minimum əmək haqqının ən aşağı olduğu ölkələr arasında Bolqarıstan, Rumıniya, Latviya və Estoniya yer alır. Qeyd olunur ki, Avropa İttifaqına üzv 5 ölkədə Danimarka, İtaliya, Avstriya, Finlandiya və İsveçdə minimum əmək haqqı qanunvericiliklə müəyyən edilməyib və əmək haqqları kollektiv müqavilələr əsasında tənzimlənir. Avrostatın məlumatına görə Avropa İttifaqının 22 ölkəsində təxminən 12,8 milyon nəfər minimum əmək haqqı və ya ondan az məbləğdə maaş alır. Diqqət çəkən məqam ondan ibarətdir ki, 2026-cı ilin yanvar ayına olan vəziyyətə əsasən minimum əmək haqqı alan işçilərin təxminən 1/3-nin gəliri 2025-ci ilin iyul ayı ilə müqayisədə artmayıb. Avropa Birliyində və namizəd ölkələrdə minimum əmək haqqı bu şəkildə olub. Avrostat Avropa İttifaqının namizəd ölkələr üzrə də məlumat təqdim edir. Siyahıda Serbiya, Montenegro, Türkiyə, Şimali Makedoniya, Albaniya, Moldova və Ukrayna yer alsa da, Bosniya və Herseqovina ilə Gürcüstanın adı çəkilmir. Namizəd ölkələr sırasında ən yüksək minimum əmək haqqı Serbiyada, ən aşağı göstərici isə Ukraynada qeydə alınıb. Məlumatda həmçinin bildirirlər ki, ölkələr arasında minimum əmək haqqını müqayisə edərkən yaşayış xərclərindəki fərqlər mütləq nəzərə alınmalıdır. Bu məqsədlə Avrostat alıcılıq qabiliyyəti standartlarından istifadə edir. Alıcılıq qabiliyyəti standartı nominal məbləğdən fərqli olaraq hər bir ölkədə əmək haqqının real olaraq nə qədər mal və xidmət almağa imkan verdiyini göstərir. Bu metodologiyaya əsasən 22 Avropa İttifaqı ölkəsində minimum əmək haqqı alıcılıq qabiliyyəti standartı baxımından 886 avrodan 2157 avroya qədər dəyişir. Beləliklə nominal fərqlər yüksək olsa da alıcılıq qabiliyyətinə görə ölkələr arasındakı uçurum nisbətən azalır. Avropa Birliyində və namizəd ölkələrdə minimum əmək haqqı bu şəkildə olub.